Deməli, harda qaldıq? Belçikaya yürüş edir. Bu zamanda elə bəhanə olaraq deyil, Böyük Britaniya müharibəyə daxil olur. Almanya Fransanı tutmaq üçün deməli, Belçikaya yürüş edir. Almanya. Bu vaxt elə bəhanə olaraq da Böyük Britaniya müharibəyə soxulur. Yaponiya Almaniyaya müharibə elan edir və dünya qarışır, bir sözlə deyək ki. Bu müharibədə əsas 3 cəhbədə gedirdi. Harda qaldıq? Dedik ki, müharibə əsas olaraq 3 cəhbədə gedir. Qərb, Şərq və Balkan. Müharibələrimizi yazaq. Deməli, 1914-cü ildə Marna çayı sahilində baş verən döyüşümüz var. İngiliz, Fransız, Almanya. Deməli, İngiltərə, Fransız ordusu Almaniyanın qarşısını ala bilir və məcbur olur ki, Almaniya artıq hər kim cəhbədə müharibə aparsın.